Hər bir insan ailə quranda xoşbəxt olmaq istəyir. Heç kim boşanmaq üçün ailə qurmur. Ancaq bu gün biz görürük ki, boşanma halları artır, ailə daxili konfliktlər artır və bunun da özünün səbəbləri var. Çünki ailə quran tərəflərin hər biri fərqli ailədə böyüyürlər. Fərqli temperamentlərə malik olurlar, fərqli şəxsiyyət tipinə malik olurlar və bəzən bu adaptasiya prosesi rahat getmir və nəticədə biz görürük ki, konfliktlər yaranır. Və bu konfliktlər bəzən boşanmalara gətirib çıxarır və yaxud bəzən ailə davam edir, ancaq tərəflər xoşbəxt deyillər. Belə situasiyalarda bəli, psixoloqa müraciət etmək lazımdır. Psixoloq ailələrin bir-birini tanımasına, ailə daxili konfliktlərin həllinə, o emosional dəstəyin göstərilməsinə, ailə daxilində hüzurun formalaşmasına yardımcı olur. Çünki ailə psixologiyası böyük bir elm. Bəzən buna sistem ailə psixologiyası da deyilir. Çünki onu sistem kimi götürür. Və bu sistemin doğru bir istiqamətdə qurulmasında məhz psixoloq, ailə psixoloqları böyük dəstək olur.